Все думаю о тебе. А посадки до полет. Sizə rəfiqənizlə görüşlərdə üçüncü şəxs olmadan necə belə bir video hazırlaya bilərsiniz, onu izah edeyim. İlk növbədə süfrə qurularkən ofisiantı servis edən zaman bu kadrları çəkin. Əgər bizim kimi ofisiantın başı qarışıq olan ana düşübsə, yeməkləri yenidən özünüz götürün və servis edərkən bir-birinizin əlini çəkin. Xüsusilə işıqlı yerdəsə kadrları masanın üzərindən çəkin. İkinci, servis olunma prosesi. Bu da çox zaman başlayır çaysız ünvanından, çünki belə estetik görüşlərimiz adətən səhər yeməyi süfrələrində olur. Burada da fərqli rakursları yoxlayın. Həm uzaqdan, yəni insan görünən kadrlar, həm də yaxından sadəcə çay, fincan düşən kadrlar. Daha sonra yeməyi servis eləyirik. Burada da həm uzaqdan özümüzün görüntüsü olmalıdır, həm də yaxından, yəni yeməyin maksimum dadlı görünəcəyi kadrlar çəkməliyik. Burada işıq yaxşı düşməlidir. Çalışın ki, işıqlı yerdə oturasınız. Videonu çəkdiyiniz anda boşqabı işıqlı bir nöqtəyə qoya bilərsiniz və çalışın ki, maksimum yaxından və dadlı kadrlar olsun. Paralelində bir-birinizi çəkin, amma daha sadə, cool formada yox, yəni daha əyləncəli, səmimi kadrlar olsun. Yəni videoya baxanda sizin həmin anda necə əyləndiyiniz, andan zövq aldığınız bilməlidir. Nəinki cool şəkildə xəbərim yoxmuş pozaları. İkinizin də görünəcəyi kadrlar. Bunun üçün kimdənsə xahiş edə bilərsiniz, sizi çəksin, yaxud da mənim kimi kənar şəxslərə güvənməkdənsə telefonu masanın kənarda hər hansı bir stulun, çantanın üzərinə qoyub hər hansı bir əşyaya söykəmək kifayət edir. Mən burada hazırlıqlı idim deyə tripodun üzərinə qoymuşam gördüyünüz kimi, amma hazırlıqsız anlarda adətən dediyim variantlardan istifadə edib bir təhər özümə süni tripodu yaradıram. Və kənardan çəkilən kadrlarda da çalışın ki, hər hansı bir hərəkətlə 1-2 saniyəlik yaxşı enerji ötürən bir video çəkəsiniz. Yəni burada mən uzun video çəkmişəm, amma təbii ki, bütün videonu istifadə eləməyəcəm. Sadəcə stəkanları bir-birinə vurduğumuz an mənə bəs eləyəcək. Bir də selfie məsələsi. Bunu unutmadan deyim. Selfini adi selfie kamerası ilə çəkə bilərik, yaxud da mənim kimi telefonun arxa kamerasının 0.5 linzasını istifadə edərək telefonu əlimizdə tərs şəkildə tuturuq. Düzdür, ekrandan özümüzü görməsək də bu şəkildə özümüzü çəksək, daha geniş bucaqdan və daha qəşəng videolar andıra bilərik.